30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir. Hərbi xidmətə çağırış dövrü olmasa da, gündəmə gələn bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur. Məsələ burasındadır ki, həmin bildirişlər həqiqətən də səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən göndərilib. Bunu xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov da təsdiqləyib. Bildiyiniz kimi, müddətli həqiqi hərbi xidmətə çağırılma yaşı 30 yaşa endirilib və artıq 30 yaşdan yuxarı olan vətəndaşlar həqiqi hərbi xidmətə cəlb olunmurlar. Lakin son günlər bəzi 30 yaşdan yuxarı şəxslərə SMS gəlməsi barədə məlumatlar tirajlanır. Bunun cavabını olaraq bildirmək istəyirik ki, həmin SMS-lər həqiqətən bizim xidmət tərəfindən göndərilib. Lakin Pərviz Sədrəddinov bildirib ki, bu bildiriş yalnız dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən vətəndaşlara göndərilib. Ona görə ki, yəni onlar 30 yaşı keçdikləri üçün ehtiyata vurulmalıdırlar və ehtiyata vurulması üçün sonuncu dəfə hərbi həkim komissiyasından keçməlidirlər. Məhz hərbi həkim komissiyasından keçdikdən sonra onların yararlılıq kateqoriyası müəyyən edilir və həmin müvafiq maddəyə uyğun olaraq ehtiyata buraxılırlar. Qeyd edək ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanuna edilən dəyişikliklə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddi 35-dən 30 yaşa endirilib. Kənan Qafar, Xəzər xəbər.